Salam. Bu videoda 9-cu sinif buraxılış imtahanı üçün sınaq suallarını izah edəcəm. Sınaq 5-dən davam edirik. Sual 1. 1, 3, 5, 7, 8, 9 rəqəmlərindən müxtəlif rəqəmli 2 rəqəmli ədədlərin sayını tapın. Bizə verilib 1, 3, 5, 7, 8 və 9. Rəqəmlər müxtəlif olmalıdır və 2 rəqəmli olmalıdır. 5 dənə rəqəm var. 2 rəqəm düzəltməliyik, ədəd düzəltməliyik. Burada biz permutasiyadan istifadə edəcəyik. Permutasiya bizə verilib 6 dənə ədəd. Bunları 2 düzəltməliyik. Yəni permutasiya yer dəyişmə deməkdir. Burada yer dəyişmə mənası var. Misal üçün bizə verilən ədədlərdən 1 ilə 5-i yanaşı qoyanda 15 olur. 5 ilə 1-i yanaşı qoyanda 51 olur. Olacaq. Yuxarıda 6 faktorial, aşağıda 6 çıxılsın 2 faktorial. Faktorialı həll edərkən böyük olan hansıdır? 6 faktorial. Biz bunu aşağıdakı kiçiyə qədər açacağıq. 6 vurulsun, 5 vurulsun, 4 faktorial yazıb dayanırıq. 4 faktoriallar ixtisar gedir. 6-nı 5-ə vururuq. Edir 30. İkinci sualla davam edirik. İkinci sualda bizə xətti funksiya verilibdir. Y bərabərdir kx üstəgəl b funksiyası. Burada k qrafikdə rübü bildirir. B y kəsdiyi yeri bildirir. Y, baxın y oxunu burada kəsibdir. Deməli b müsbətdir. Çünki y yuxarıda müsbətdir. Funksiyanın qrafikinin çıxıntılarına baxın. Baxın bura. 4-cü rübdədir. Bir də bura baxın. 2-ci rübdədir. 2-ci və 4-cü rüblər mənfi rüblərdir. Baxın buradan qeyd edirəm. 2-ci, 4-cü rüblər mənfidir. Onda deməli rübü bildirən nə idi? K. K da olacaq mənfi. B böyükdür 0. K kiçikdir 0. Cavab E variantı. Üçüncü sualla davam edirik. Ortaq məxrəcə gətirəcəyik. Birin məxrəcinə 1 yazıram. Ortaq məxrəc 12 olacaq. Yəni, buranı vuracam 3-ə, 4-ə, 12-yə, 2-yə. 3 vurulsun, 2x çıxılsın 3. 4 vurulsun, x üstəgəl 2. 12 çıxılsın, 2 vurulsun, x üstəgəl 5. 6x çıxılsın 9. Baxın, bu mənfini nəzərə alın. Burada səhv etməyin. Mənfi 4x, mənfi 8. Çünki siz mənfi 4-ü müsbət 2-yə vurursunuz. Burada da olacaq 12 çıxılsın, 2x çıxılsın 10. Məxrəcdə də 12. Məxrəclər bərabər olduğu üçün yalnız sürətləri bərabər edəcəksiniz. 6x-dan burada 2x çıxanda, 4x çıxanda qalır 2x. Digər tərəfdən mənfi 9 ilə mənfi 8 bizə verir mənfi 17. 12 çıxılsın 10. 2 çıxılsın 2x. 2x üstəgəl 2x bərabərdir 2 üstəgəl 17. 4x bərabərdir 19-a. X də bərabərdir 19 bölünsün 4-ə. Doğru cavab D variantı. 4-cü sualla davam edirik. Modul bərabərsizlikdir. Modul bərabərsizlikdə əgər modul kiçikdirsə, biz kəsişmə götürürük. Bir dəfə modulu olduğu kimi yazırıq. Bir dəfə də İşarəni dəyişirik, kiçiyi böyük edirik, 11-i də mənfi 11 edirik. Yəni bir sözlə sistem olur. Sistem olanda kəsişmə. Modul böyük olanda birləşmə, yəni heyət kimi həll edirik. Birincini həll etsək, 2x kiçikdir. Mənfi 3-ü keçirik 11-in yanına. Hər tərəfi 2-yə bölürəm. X kiçikdir 7 alıram. İkincini həll edirəm. Mənfi 11-in yanına müsbət 3-ü keçirirəm. Hər tərəfi 2-yə bölürəm. X böyükdür, mənfi 4 alıram. İndi ədəd ox çəkirəm.
Kökləri qeyd edirəm. -4-dən 7. -4 sırayla yazmalısınız 7. İkisi də daxil deyil. -4-dən böyük olanlar müsbət sonsuzluq, müsbət 7 böyükdür mənfi sonsuzluqdan. Biz demişdik kəsişmə götürəcəyik. Kəsişmə oldu, baxın burada. Görürsünüz, həm altda, həm üstdə ştrix var. Yəni, kəsişmə -4-lə 7 aralığındadır. Ən kiçik və ən böyük tam həlli. Ən kiçik -3, ən böyük də müsbət 6. Cəmi olacaq müsbət 3. Cavab C variantı. Sistem tənlik verilibdir bizə. 3-də 2 vurulsun x üstəgəl y bərabərdir 4-ə. 4-də 3 vurulsun x çıxılsın y bərabərdir 6-ya. Burada adətən bəzi səhvlər edirsiniz. Misal üçün, mən desəm ki, hər tərəfi 3-ə vurun. Bəzi uşaqlar bunu da 3-ə vurur. X üstəgəl y də vurur 3-ə. Ona görə bu şəkildə izah etməyəcəm. 3-də 2-ni x üstəgəl y-ə vuranda, bunun məxrəcində 1 var da, elə bu şəkildə olur. 2 vurulsun x üstəgəl y bölünsün 3. Bərabərdir 4-ə. Buradan 4-ü məxrəcinə 1 qoyub belə çarpaz vururam. 2 vurulsun x üstəgəl y bərabərdir 12-yə. X üstəgəl y də bərabərdir 12 bölünsün 2. Yəni x üstəgəl y bərabərdir 6-ya. Bu biri tənlikdə də yeni eyni şəkildə, baxın bunun məxrəcində 1 var. Kəsiri vuranda 3-ü vurursunuz x çıxılsın y-yə. Aşağıda da 4 bərabərdir 6. 6-nın məxrəcinə 1 qoyub çarpaz vura bilərsiniz. 3 vurulsun x çıxılsın y bərabərdir 6-nı 4-ə vururam 24. Buradan x çıxılsın y bərabərdir 24 bölünsün 3-ə. X çıx y edəcək 8. İndi yenidən sistem tənliyi yazıram. X üstəgəl y 6 tapmışam. Baxın burada. X çıxılsın y-də 8 tapmışam. Alt-alta toplayıram. Mənfi müsbət y-lər gedir. 2x bərabərdir 14. X də bərabərdir 7 tapıram. İndi misal üçün mən bu tənlikdə qoyacağım yerinə x-in qiymətini 7 çıxılsın y bərabərdir 8-ə. Mənfi y bərabərdir 8 çıxılsın 7. Mənfi y bərabərdir 1-ə. Y də bərabərdir mənfi 1-ə. X kvadratı çıxılsın y kvadratını istəyir. Bərabərdir 7-nin kvadratı çıxılsın mənfi 1-in kvadratı. Bərabərdir 49 çıxılsın 1, 48. Ümumiyyətlə, x kvadratı çıxılsın y kvadratının açılışını yazıram buradan. Bir dəfə x çıx y, bir dəfə x üstəgəl y-dir. Biz də x üstəgəl y 6 çıxmasında 8 tapmışdıq. Elə 8-i 6-ya vurub cavabı 48 yaza bilərsiniz. 6-cı sualdan davam edirik. Məktəbdə pilləkənlə 1-ci mərtəbədən 6-cı mərtəbəyə 60 saniyəyə qalxan müəllim eyni sürətlə 1-ci mərtəbədən 3-cü mərtəbəyə neçə saniyəyə qalxar? 1-ci mərtəbədən 6-cı mərtəbəyə 5 mərtəbə qalxır. Yəni, baxın, 2-ni, 3-ü, 4-ü, 5-i və 6-nı. 1, 2, 3, 4, 5 mərtəbə. Buranı qalxdı 60 saniyəyə. 1-ci mərtəbədən 3-cü mərtəbəyə, baxın, 2-yə və 3-ə. 2 mərtəbə qalxır. Burada da bilmirik neçə saniyəyə. Nə qədər çox mərtəbə qalxsa, bir o qədər çox saniyə vaxt gedəcək. Ona görə də düz mütənasibdir, çarpaz vururuq. 5 vur x bərabərdir 2 vurulsun 60. Yəni x bərabərdir 120 bölünsün 5. Edəcək 24 saniyə. Sual 7. B-nin hansı qiymətində A -2 -1 nöqtəsi, yəni x bərabərdir -2-yə, y bərabərdir -1-ə funksiyada qoyursunuz yerinə -2-nin kvadratı. 2 vurulsun, b vurulsun -1 bərabərdir 34. Deməli, sizin işiniz birinci 3-ü 2-yə vurub sonra kvadrata yüksəltmək kimi bir səhv etmirik. -2-ni kvadrata yüksəldirsiniz birinci, eləyir müsbət 4, vurursunuz 3-ə eləyir 12. Burada isə baxın, -2b -1. Nə edəcək? Müsbət 2b. Bərabərdir 34-də. 2b bərabərdir 34 çıxılsın 12.
2b bərabərdir 34-dən 12 çıxıram 22. B də bərabərdir 11-ə, yəni Y variantına. 8. Oxşarlığa aid sualdır. Üçbucaqlar oxşardır. ABC üçbucağının AB tərəfinin A1, B1, C1 üçbucağının A1, B1 tərəfinə nisbəti 3/2-dir. Tərəflər nisbəti K-ya bərabərdir. Yəni, bu elə K-dır. Sahə nisbətləri S1 bölü S2 bərabər olur K kvadratına. Bu da qaydadır. Onda S ABC bölünsün S A1, B1, C1 bərabər olmalıdır K-nın kvadratına, yəni 3/2-nin kvadratına. ABC-nin də sahəsini sizə verib 48. Onda yazırsınız 48 bölünsün S A1, B1, C1 bərabərdir 9-da 4-ə. Çarpaz vurursunuz. S A1, B1, C1 vurulsun 4 bərabərdir 48 vurulsun 9-a. Mən hər tərəf 4-ə böləcəm. Burada 12 alacam. 12-ni də 9-a vuranda 108 A variantı. Sual 9. 2 ədədin fərqi, ədədləri bilmirəm. Birinə x deyirəm, birinə y deyirəm. Kök 7-dir. 2 ədədin cəmi kök 23-dür. Bizdən onların hasilini istəyir. Yəni x, y. X, y bərabərdir sual. Belə yaza bilərik. Müxtəsər vurma düsturundan çıxarış düsturlarımız var. X-in kvadratı üstəgəl y-in kvadratı bərabərdir. X çıxılsın y-in kvadratı üstəgəl 2xy. Bir dəfə də bunu çıxmayla yazsaq, yəni üstəgəllə yazsaq, çıxılsın 2xy olacaq. Yəni bu ikisini də bir-birinə bərabər edə bilərik. Baxın, bunu buna bərabər edə bilərik. Bərabər edək. Deməli yazıram. X çıxılsın y-in kvadratı üstəgəl 2xy bərabərdir x üstəgəl y-in kvadratı çıxılsın 2xy. X çıxılsın y kök 7-dir. Kök 7-nin kvadratı bərabərdir. Toplaması kök 23-dür. Daha sonra kvadrat kökü aparır. 7 müsbət 23-ü gəlin bura keçirək. Mənfi 23. Müsbət 2xy də bura keçirək. Mənfi 2xy. Edəcək mənfi 23-dən 7-ni çıxıram. Edir mənfi 16. Mənfi 4xy. Hər tərəfi mənfi 4-ə bölsəm 4 bərabərdir xy. Hasili tapdıq 4. Müxtəsər vurma düsturundan çıxarış düsturuna. 11-ci sual ehtimal məsələsidir. 7-ci sinif materialıdır. Sinifdə 10 qız, 11 oğlan oxuyur. Sinifdə cəmi ümumi sinif 10 üstəgəl 11 olacaq 21 nəfər. 2 qız və 3 oğlan əlaçıdırsa, təsadüfi seçilmiş bir şagirdin əlaçı oğlan olması ehtimalını tapın. Sinifdə ümumi 21 nəfər var. Bunlardan 3-ü ehtimal düsturunu yazıram. Ehtimal bərabərdir əlverişli hallar bölünsün mümkün hallar. Sinifdə seçim edilirsə, sinifdə ümumi 21 nəfər var, məxrəcə yazılır. Bunun 3 nəfər oğlan əlaçıdır. Demək, oğlan olması ehtimal 3, əlverişli hal 3-dür. İxtisar edirəm. Doğru cavab 7-də 1, B variantı. Daha sonra radiusu 6 cm olan bu onuydu. cm olan R bərabərdir 6. 48 dərəcəli mərkəzi bucaq 48 isə deməli AC qövsümüz də 48-dir. Alfa bərabərdir 48-ə. Sektorun sahəsini tapın. Sektorun sahə düsturu dairənin sahə düsturunu pi r kvadratını vurursunuz alfa bölünsün 360-a. Dairənin sahəsi pi vurulsun 6-nın kvadratı vurulsun 48 bölünsün 360. Gəlin əvvəlcə bunları 6-ya ixtisar edək. Ya da belə eləyək. Elə bu 6-nın kvadratı 36-dır. 36-nın 36-nı aparsam, 36-ya aparsam burada 10, burada 1 qalır.
Daha sonra 48 pi-ni bölək ona, yəni 4,8 pi. Cavab A variantı. Sektorun düsturunu bilməyənlər, dairənin sahə düsturu S dairə pi r kvadratıdır. Əzbər bilməlisiniz, çünki siz bunu sahə dərsində keçirsiniz, silindirin oturacağında keçmişsiniz, bir neçə yerdə rastlaşırsınız bununla. Daha sonra burada bizə indi nə deyir? 48 dərəcə. Ümumi dairə bilirik ki, tam çevrə 360 dərəcədir. Pi r kvadratı, yəni pi vurulsun 6'nın kvadratı olur 36 pi. Yəni 36 pi ümumilikdə 360 dərəcədirsə, bunun sadəcə 48 dərəcəsi x-dir. Buradan x-i tapmaq üçün 36 pi vurulur 48-ə, bölünür 360-a. O da yenə 4,8 pi-dir. Sektorun düsturunu unudanlar üçün. 12-ci sual. Trapesiyanın diaqonalı. Gəlin trapesiya çəkək. Trapesiyanın diaqonalı onun orta xəttini, orta xətt çəkirəm. Diaqonal çəkirəm. 2 bölünsün 5 nisbətində, yəni 2k ilə 5k-ya ayırdı. Oturacaqlarının cəmi 70'dir. Baxın, burada bir üçbucaq var. Burada bir üçbucaq var. Bu da üçbucağın orta xəttidir. Üçbucağın orta xətti paralel olduğu tərəfin yarısına bərabərdir. Yəni bura 2k vurulsun 2 4k'dır. Burada trapesiyanın kiçik oturacağıdır. Daha sonra eyni ilə burada da bir dənə üçbucaq var. Bu üçbucağın da orta xətti 5k'dır. Onda oturacaq 5k vurulsun 2'dir. Nəyə görə? Orta xətt paralel olduğu tərəfin yarısına bərabərdir. Ona görə 5k paraleldir aşağıdakı oturacağa. Ona görə də 5k'nı vururam 2 yazıram aşağı. İndi bizə deyir ki, oturacaqların cəmi 70'dir. Oturacaqlar 4k və 10k'dır. 70'ə bərabərdir. 14k 70'dirsə, buradan k'nı tapanda 70'i bölürəm 14'ə. Əvvəlcə 7'yə ixtisar aparacam. 10 böl 2, o da edir 5. K 5'dir. Oturacaqların fərqini istəyir. Fərq də olacaq 10k çıxılsın 4k. 10k çıxılsın 4k 6k'dır. 6k'nı tapmanız kifayətdir. 6 vurulsun 5. Cavabınız olacaq 30 D variantı. Sual 13. 13-cü sualda deməli dəfələrlə bunu deyirik. Bu səhvi etməyin. Baxın, bu kvadrat yalnız 4'ə aiddir. Mənfi ilə işiniz yoxdur. 4'ü kvadrata yüksəldirsiniz 16. Mənfini də qoyun qarşısına. Burada isə baxın, bunlara toxunmayacağım, bunları saxlayacağım. Birinci bunu həll eləyək. Mənfi üçün kubu üstündə tək dərəcə olduğu üçün mənfi yerində qalır. Cavabınız olacaq orada mənfi 27. Çıxılsın 5'in kvadrat dərəcə 25. Burada da kvadrat bərabərdir. Mənfi 16 çıxılsın. Mörtəzəni açıb dayanıram. Baxın, bu mənfi 27 oldu. Qabağında da bir dənə mənfi var. Görürsünüz, mənfi. Demək ki, mörtəzənin qarşısında mənfi varsa, o 27 müsbət 27'yə çevriləcək. İndi olacaq, mənfi 16 çıxılsın. 27'dən 25 çıxdınız. 2'nin kvadratı. Mənfi 16 çıxılsın 4. O da edəcək mənfi 20. Sual 14. Kök 20 faizi 40 olan ədəd. Faizə görə ədəd. Deməli, 100%, bu 100% bilmirəm neçədir. Amma bilirəm ki, kök 20 faizi kök 40'dır. Gəlin buradan x-i tapaq. X-i tapmaq üçün 100'ü vururam kök altında 40'a, bölürəm kök altında 20'yə. Bunlar bu şəkildə ixtisar gedə bilər də. Olacaq kök 20 vurulsun 100. Yəni 100 kök 20. 100 kök 2. Kök 2 vurulsun 100, 100 kök 2. Ədədiniz 100 kök 2 ədədidir. İndi bu ədədin 10%'ni istəyir. Ədədin faizinin tapılmasıdır bu da. İstəsəz ədədi faizə vurub 100'ə bölərsiniz və yaxud da tənasüb şəklində yaza bilərsiniz ki, 100 kök 2 ədədi mənim öz ədədimdir. Bu 100%'dir. Mən bunun faizinin altına yazın. Sadəcə kök 10%'ni axtarıram. O da edəcək 100 kök 2 vurulsun kök altında 10 bölünsün 100. 100 ilə 100 ixtisar gedir. Kök 2'ni də kök 10'a vururam. Kök altında 20 edir. Cavabı da o şəkildə veribdir. Cavabınız B variantı. 15-ci sual. 15-ci sual müxtəsər vurma düsturudur. Kvadratlar fərqi.
A kvadrat çıxsın B kvadratı. Bir dəfə nəyin kvadratıdırsa çıxırsınız, bir dəfə toplayırsınız. Baxın, 65 ilə 16-nın kvadratıdır. Onda mən 65 ilə 16-nı bir dəfə çıxaram. Bir dəfə də 65 ilə 16-nı toplayaram. Burada da 21-in kvadratı bərabərdir. Deməli, 65-dən 16-nı çıxıram. 49. Burada da toplayıram. 81. 21-in kvadratı var aşağıda. Bunu da belə saxlayaq. Bərabərdir. Deməli, 49 7-nin kvadratıdır. 81 də 3 üstü 4-dür. Sadə vuruq şəklində yazsaq. 21 də 3 vurulsun 7-nin kvadratı yazacağım. Olurmu 7-nin kvadratı vurulsun 3 üstü 4? Burada da 3-ün kvadratı vurulsun 7-nin kvadratı. 7-nin kvadratları gedir. 3 üstü 4-ü də 3 üstü 2 ilə aparanda burada 2 dənə 3 qalır. Yəni 9. 16. 16-cı sualda ABC bucağını istəyir bizdən. Bucağı adlandıranda ortada hansı hərf yazılıbsa, demək ki, bizdən onu istəyir. Yəni B bucağından söhbət gedir. Baxın buradan. 7 alfa bərabərdir sualdır burada. 7 alfa bərabərdir sual. Bu şəkildən test topusunda çox var. Baxın, burada nə edirsiniz? Bir neçə üsullarla həll etmək olar. Paralelləri uzatmaq ən səmərəli üsuldur ki, bunu bilsəz, bu tipdə müxtəlif formada versə sizə bu xəttləri, siz cavab ala biləcəksiniz. Deməli, burada qarşı bucaqlar var. Baxın, 65-in qarşısı 65-dir. Daha sonra uyğun bucaqlar var. Baxın, A və B paraleldirsə, bunları kəsən bu A düz xətdir. Burada 2 alfa əmələ gətiribsə, burada da 2 alfa əmələ gətirib. Necə bilirik biz onu? A düz xəttinin üzərində birinci 2 alfa əmələ gəlibsə, B düz xəttinin də üzərində burada 2 alfa əmələ gələcək. Burada yazıram 2 alfa uyğun bucaqlar. Burada 3 bucaq əmələ gəldi. Baxın, burada 3 bucaq var. 3 bucaqda belə bir xassiyə var. 3 bucağın 2 daxili bucağının cəmi, adətən bu qaydanda unudursuz, 65 üstəcər 2 alfa. Onlara qonşu olmayan digər daxili bucağın, yəni qonşu bucağına bərabərdir. Onlara qonşu olmayan xarici bucağa bərabərdir. Buradan 65 bərabərdir 5 alfaya, alfa da bərabərdir 13-ə. Bizdən 7 alfanı istəyir. 7 alfa bərabərdir 7 vurulsun 13. Cavabımız olacaq 91 dərəcə. 91. Yəni bu iki daxili bucaq onlara qonşu olmayan xarici bucağa bərabərdir sizi çaşdırırsa, belə də yaza bilərsiniz. Baxın, bu daxildə bu bir dənə qalan bucaq var. Deməli, bunu, baxın, bu bucaqdan danışıram. Bura biz nə yaza bilərik? 7 alfanın qonşusu nə olacaq? Yaza bilərsiniz ki, 180 çıxılsın 7 alfa. Belə yazıb, bu üçünü təzədən cəmləyib, yenə eyni fikrə gələcəksiniz. Cəmləyib, buradan, yəni üçünü cəmləyin, 65, üstəgəl 2 alfa, üstəgəl 180 çıxılsın 7 alfa, bərabərdir 180 yazın, buradan, alfanı tapın, sonra 7 alfanı tapın. Üç bucağın daxili bucaqların cəmi 180 dərəcədir qaydası ilə. Misal üçün, tutaq ki, sizə 3 bucaq verir, buradan bir də belə xarici bucaq var, bu düz xətti uzatsam. Məsələn, bura sizə bir qamma versə, siz daxili bucağı necə tapırsınız? 180 çıxılsın qamma. Çünki necə ki, burada məsəl üçün çöldə xarici bucağa 80 yazılığında deyirsiniz ki, daxili 100-dür də, ikisi bir yerdə 180 olmalıdır. Belə, yəni qısacası bu 100-ü hardan alırıq biz? 180 çıxılsın 80. Fikrimizdə 180-dən 80 çıxırıq. Burada da yəni 180-dən qammanı çıxıb yazırsınız içəri. 17-ci sual. Sistem tənliyi sonsuz sayda həll deyir. Sonsuz sayda həll nə deməkdir? Üçü də bir-birinə bərabər olmalıdır. Üçü də dediyimiz nədir? A1 bölü A2, yəni x-ların əmsalı, B1 bölü B2, y-lərin əmsalı və sərbəst həddlər. X-ların əmsalına baxıram, A ilə B-dir. Y-lərin əmsalı 4 ilə 3-dür. S-lər də 8 ilə 6-dır. Onda bunları ixtisar eləyəndə görürəm ki, 4 bölü 3-dür. Bu ikisi bərabərdir. İndi burada A bölünsün B bərabərdir 3-də 4. Çarpaz vursam 3A bərabərdir 4B'yə, A bərabərdir 4K'ya, B bərabərdir 3K'ya və bizə verib ki, A üstəgəl 21-dir. Yəni 4K ilə 3K bərabərdir 21-ə. 7K 21 olarsa K olacaq 3. A çıxılsın B fərqini istəyir.
Baxın, buranı görürsünüz, A ilə B-ni yazmışam. A çıx B, elə 4K çıxılsın 3K, da A ilə B-ni ayrı-ayrı tapmağa ehtiyac yoxdur. Eləyir K. Biz də K-nı nə tapmışıq? 3. Bizim cavabımız olacaq 3. Keçirik 18-ci suala. Yenə deyirik, bundan əvvəlki sınaqlarımızda da demişik. B-dən B kvadratı almaq istəyiriksə, bizə verilən ifadənin bərabərliyini sağını da solunu da kvadrata yüksəltməliyik. B çıxılsın 1 bölünsün B bərabərdir 5-ə. Yüksəldək kvadrata. Olacaq B kvadratı çıxılsın 2 vurulsun B vurulsun 1 bölünsün B. 1 bölünsün B kvadratı bərabərdir 25. B'lər gedir. B kvadratı çıxılsın 2 üstə gəl 1 bölünsün B kvadratı bərabərdir 25-ə. Mənfi 2-ni keçirirəm bura. B kvadratı üstə gəl 1 bölünsün B kvadratı bərabərdir 25 üstə gəl 2 27. İndi bizə verilib 3B kvadratı üstə gəl 3 bölünsün B kvadratı. Buradan 3'ü çıxarıram, ortaq vuruq. Olur B kvadratı üstə gəl 1 bölünsün B kvadratı. Və burada biz B kvadratı üstə gəl 1 böl B kvadratını tapmışıq 27-dir. 3'ü vururuq 27-yə, edir 81. 19. 19-cu məsələdə bir fəhlə işi 4 saata görür. Onda 1 saata işin hansı hissəsini görəcək? 4də 1-ini. Digər fəhlə 1 saata 12də 1-ini görəcək, çünki işi 12 saata görür. Onda ikisi birlikdə deyir 2 saat işləsələr, gəlin onda 2 saata yazaq da. 2 saata 4də 2-sini görür, bu da 2 saata 12də 2-sini görür. İkisi birlikdə 2 saata 4də 2 üstə gəl 12də 2 ixtisar edirəm. 2də 1 üstə gəl 6da 1, buranı vururam 3-ə. 6da 3 ilə 6da 1-i toplayıram. Edir 6da 4. 2'ye ixtisar edirəm. Edəcək 3də 2. Deməli 2 saata 3də 2-sini gördülər işin. Bütöv iş 1 kimi baxsaq, yəni 3də 3-dür də. 3də 3-dən 3də 2-ni çıxırsınız. O da eləyir görülməmiş 3də 1. 20. Bizə verilib kvadratik funksiya. Yəni qrafiki paraboladır. Parabolanın təpə nöqtələri M və N'dir. Təpə nöqtənin koordinatlarını istəyir bizdən. Y bərabərdir x kvadratı çıxılsın 8x üstə gəl 12. Burada A bərabərdir 1-ə, B bərabərdir -8-ə, C bərabərdir 12-yə. M'in düsturu -B bölünsün 2A, B-ni əks işarə ilə bura müsbət 8 yazırsınız. Edir 4. N'in düsturu 4AC çıxılsın B kvadratı bölünsün 4A. 4 vurulsun 1 vurulsun 12. 48 çıxılsın. -8'in kvadratı edir 64. 48 çıxılsın. 64 bölünsün 4. Deməli 48'dən 64'ü çıxıram. Edəcək -16. -16'nı da 4'ə bölürəm, -4. Parabolanın təpə nöqtələrindən biri müsbət 4, biri də -4. -4, birinci gəlir M, müsbət 4, Y-də, yəni N olacaq -4. 4, -4. 21. Yenə diqqət tələb eləyir, adətən unudursuz. Cüt dərəcəli kökün altından mütləq modulda çıxarırsınız. Amma tək dərəcəli kökü olduğu kimi adi bir mötərizə ilə, yəni dərəcələr ixtisar gedəndən sonra. A baxın, bizə verib ki, ikisi də sıfırdan böyük ədədlərdir. Yəni A da müsbətdir, B də müsbətdir. Yəni sıfırdan böyükdülər də ikisi də. Onda bizə verib ki, A kiçikdir 3də 1 B. Gəlin hər tərəfi 3də 1-ə vuraq. Daha doğrusu 3'ə vuraq. Olacaqmı 3A kiçikdir B. Baxın, vururam 3'ə, vururam 3'ə. 3'lər getdi. Demək mən A'ya 1 versəm, baxın A bərabərdir. A bərabərdir 1 olanda
3 vur 1. B ondan böyük olacaq. Yəni, məsəl üçün, B olacaq 4. A-ya 2 versəm, B ola bilər 7. İndi, düşünürük ki, A 1'dir, B 4'dür. Baxın, burada bizə nə veribdir? 2A çıxılsın B. A-ya 1 verək, 2 vurulsun 1, çıxılsın B-yə də verək 4. O da edəcəkmi mənfi 2? Demək, bu mənfi moduldur. Modul təyin etdik ki, mənfidir. Olacaq. Mənfi 2A, əks işarəylə çıxacaq müsbət B. Burada da mürtəzə qarşısında mənfi olduğu üçün mənfi A, müsbət B. Edəcək mənfi 3A üstəgəl 2B. Mənfi 3A üstəgəl 2B. Və yaxud da 2B çıxılsın 3A, toplananların yerini dəyişə bilərsiniz. Sizin cavabınız olacaq 2B çıxılsın 3A. 22. Diagonalları 10 və 24 olan rombun tərəfini tapın. D1 bərabərdir 10'a, D2 bərabərdir 24'ə, A bərabərdir sual. Düsturumuz var. D1'in kvadratı diagonalların kvadratlarının cəmi bərabərdir tərəflərin kvadratları cəminə. 4 dənə tərəf var, 4A kvadratı. 10'un kvadratı üstəgəl 24'ün kvadratı bərabərdir 4 vurulsun A kvadratı. 100 üstəgəl 576 edəcək 676. 676'nı hər tərəfdən gəlin kök alaq. Buradan çıxacaq 26, buradan 2 və A. Hər tərəfi 2'yə bölürəm. Tərəf edəcək 13. Sadəcə düsturla olan bir tapşırıqdır. Daha sonra biz davam edirik. 23-cü sualla. Sadə bir tənlikdir. Vurub açacaqsınız. 23. 2x'in kvadratı çıxılsın 3x üstəgəl 6. 7x üstəgəl 4. Kvadrat tənlikdirsə, kvadrat tənlik 0'a bərabər olmalıdır. 7x-la müsbət 4'ə əks işarəylə keçirik bu tərəfə. 2x'in kvadratı mənfi 3x-la mənfi 7x bizə verir mənfi 10x üstəgəl 2 bərabər 0. Gəlin hər birini bölək 2'yə. Bərabərdir 0. Tənliyin köklərinin cəmini istəyir. x1 üstəgəl x2 və 7 teoreminə görə mənfi b bölünsün a-dır. B-miz mənfi 5'dir. Bura gələcək müsbət 5 bölünsün 1. Bizim cavabımız olacaq 5. 24. 24-cü sualda deməli, bura daxili bucaqdır. Alfadırsa, söykəndiyi qövs baxın buradır. Demək, bura 2 alfadır. Və yaxud bura 5 alfadırsa, baxın bu söykəndiyi böyük bir qövs, bura olacaq 10 alfa. Çünki daxili bucaq söykəndiyi qövsün yarısına bərabər olur. Biz də bunları toplayıb bərabər etməliyik 360'a. 12 alfa 360'a bərabərdirsə, alfa bərabərdir 360'ı bölürsünüz 12'yə edir 30. 30'a bərabərdirsə, demək bizə deyir ki, qarşı bucaqlar 1/5 nisbətində olan kiçik bucağın yarısını tapın. Kiçik bucaq alfadır. Alfanın da yarısı alfa bölü 2'dir. 30'u bölürsünüz 2'yə. Kiçik bucağın yarısı edir 15. 25. ABC 3 bucağı verilib bizə. AC tərəfi 12 şəkildə verilib. Yanlar bərabərdir. Sahədə 48'dir. S bərabərdir 48. Oturacaq 12'dir. Həmin tərəfə bir dənə hündürlüyü endirsək, hündürlüyü cəb buranı 6-6 bölür. O bizə hal-hazırda lazım deyil. S bərabərdir 2'də 1 AH. Nə deməkdir? Sahə bərabərdir. Tərəf vurulsun hündürlük, həmin tərəfə çəkilən hündürlük bölünsün 2. İxtisar edirəm. 48 bərabərdir 6H-a. Buradan H-ı tapıram. 8. Hündürlük 8'dir. Pifaqor ədədləri. Bura 6'dır. Burada axı hündürlüyü endirmişəm. 90 dərəcə əmələ gəlibdir. Deməli, bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda yan tərəfi tapmaq üçün Pifaqor teoremi tətbiq edirəm. Həlli tələb olunan sualdır. Ona görə də həllini yazın. Təbii ki, biz bilirik ki, 6, 8, 10 Pifaqor ədədləridir. 64 üstəgəl 36 edir 100. Bu da 10'un kvadratıdır. Hər tərəfdən kök alırıq. Yan tərəfi tapırıq 10.
Bizdən də BC tərəfini istəyir, olacaq 10. Burada 3 dənə sual var. Bunları həll edib rəy bölməsində yaza bilərsiniz. Suallar bu qədər. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.